qəlb ibadətlərinin rükunları sevgidir, qorxudur və həmçinin ümiddir, racadır. Yəni insan həm Rəbbini sevərək və həmçinin ondan əzabından qorxaraq və eyni zamanda onun rəhmətinə ümid bəsləyərək ibadət etməlidir. Və buna görə sələflər deyərlər ki, kim tək sevgi ilə ibadət edərsə, zındıq olar. Tək qorxu ilə ibadət edən xavaric olar. Tək ümid ilə də ibadət edən murciə olar. Amma bunları cəm edən isə həm sevgi, həm qorxu və həmçinin ümidlə ibadət edən mömin və muvahhid olar. Nə qədər çətinliklər olmasına baxmayaraq, mömin Rəbbi barəsində gözəl zəndə olmalıdır. Heç vaxt insan Allahın rəhmətindən ümid üzməməlidir. Allahın rəhmətindən ümid üzmək insanın etdiyi günahlardan daha böyükdür. Ona görə Quranda da keçir ki, Allahın rəhmətindən yalnız uduzan qövmlər ümid üzər. Yəni insanın Allahın rəhmətindən ümid üzməsi, şeytanın istəklərinə qapı açır. Və şeytan bununla insanı asanlıqla günahlara sövq edir. Və gəlir vəsvəsə edir ki, görürsən nə qədər günah edirsən, yəni artıq Allah Teala bağışlayan deyil və insanı istəyir ki, Allahın rəhmətindən ümidini üzdürsün. Yəni insan nə qədər günaha düşsə də, nə qədər vəziyyət çətin olsa da, heç vaxt Allahın rəhmətindən ümid üzməməlidir.